Salamlar. Belə bir sualım var. Məsələn, olubmu ki, bəzən kimləsə kontakta girdiniz, bu sizə doğma kəst ola bilər, yad kəst ola bilər və bu kontaktdan sonra, söhbətdən sonra mı, münasibətdən sonra mı bir yorğunluq hissi sizə çökür və ya da bir dəyərsizlik hissi sizə çökür. Niyə bəzən sevdiyiniz insanlar sizin duyğularınızı manipulyasiya edir bəzən, sizi bunu heç vaxt dərhal qısa bir vaxtda anlamırsınız, yəni zamanla anlayırsınız. Və manipulyasiya yalnız zərərli münasibətlərdə olmur həmişə. İş yerində ola bilər, normal iş mühitində ola bilər, dostluqda ola bilər, hətta ailədə də ola bilər. Bəs bunu necə anlamaq olar və təsir altından necə çıxa bilərik? Ümumiyyətlə manipulyasiya nədir? Bu sualların cavabını tapmaq üçün psixologiya, psixiatriya dünyasından bir məşhur simalardan birinin sözlərinə, analizlərinə və real həyat nümunələrinə, hekayələrinə nəzərə salaq. Onlardan bir-iki nümunələr gətirəcəm sizə. Beləliklə, manipulyasiyanın təməl prinsipləri nədir? İlk öncə anlamaq üçün ki, manipulyasiya ümumiyyətlə nə deməkdir? Manipulyasiya nədir? Demək, bir alim var, bu deyir ki, əgər manipulyasiya Robert Stern, o deyir ki, əgər manipulyasiya bir insanın digərin düşüncələrini, hisslərini, davranışlarını öz istədiyi kimi yönləndirməsidir və adətən qarşı tərəf bunu anlamadan baş verir, anlamadan səssiz formada bunu təsirini edir və bunun formaları müxtəlif ola bilər. Ola bilər ki, qorxuducu manipulyasiyalar, məsələn, əgər bunu etməsən, səni sevməyəcəyəm, hədələyici biraz, deyək. Və yaxud da ki, təzyiq manipulyasiyası, bunu etməsən, sənin üçün pis olar. Yəni, bu cür və yaxud da ki, günahlandırma manipulyasiyası ola bilər ki, vicdan oyunu kimi. Mən bunu sənə görə etdim, amma sən heç nə etmədin. Qarşındakına bir günahkarlıq yükləmək kimi. Və yaxud da ki, səssiz manipulyasiya ola bilər ki, burada nədir? Gaslighting. Sən səhv düşünürsən. Belə heç olmamış da, yəni anlamıram nədir məsələ. Gaslighting mövzusunu daha bir uzun danışmaq olar. Bir dəfə bu mövzu haqqında video çəkərəm. Əsas göstəricilər hər zaman sizin yəni siz məsuliyyətə tutulursunuz, amma qarşı tərəf öz hərəkətlərinin məsuliyyətini heç bir halda daşımır. Bütün məsuliyyəti, günahı, problemi, hər şeyi sizə yüklüyor. Siz öz duyğularınızı başa düşməyə çalışarkən qarşı tərəf yəni bir çaşqınlıq hissi yaşayırsınız ki, nə baş verdi ümumiyyətlə? Siqnal yəni geç çatır biraz. Söhbətlər həmişə öz maraqları üzərinə yönəlir. Yəni onlar istədiyi yöndə o söhbəti dəyişə bilirlər və psixoloqların analizləri və yaxud da ki, burada məşhur deyimlərinə yer vermək istəyirəm ki, bunu daha yaxşı, dərindən anlayaq. Çünki əsas bir mövzudur və hamımızın həyatında, istisnasız hər birimizin həyatında bu baş verir. Manipulyatorlar insanların zəif tərəflərini tanıyırlar, ondan oynaya bilirlər və nümunələr, burada belə bir nümunə göstərə bilərəm ki, manipulyasiya olunan bir tərəf bir dəfə baş verirsə, davam edəcək. Yəni, bir tərəf digər tərəfə manipulyasiya edirsə, əhəmiyyətli olan onu tanımaq və qarşısını almaqdır. Dediyim kimi, bu zərərsiz insanlardan da sizə gələ bilər, toksik münasibətlərdə də ola bilər. Və bir qadın illər boyu həyat yoldaşının, məsələn, hər gün onu kiçik yalanlarla manipulyasiya etdiyini hiss etməyə başlayır və ilk başda bunlar kiçik sözlər olur. Mən bunu sənin üçün edirəm. Qarşı tərəfə vicdan, günahkarlıq yükləyir, onun bütün qərarlarını təsir etməyə başlayır. Və yaxud da ki, belə bir başqa bir hallar da ola bilər ki, ilk addım öz hisslərini tanımaq, etibar etdiyiniz insanın biri ilə bunu paylaşmaqdır ki, yəni ümumiyyətlə burada nəyinsə ifadənin problemi olub-olmamadığını anlaya bilmək üçün. Manipulyasiya altından çıxmaq üçün nələr etmək olar? Özünü dərk etmək. Özünü dərk edərkən hisslərinizi məsələn yaza bilərsiniz, təhlil edə bilərsiniz. Əgər nəyisə bir fərqli bir hisslərə girdinizsə, əgər yükləndiyinizi, negativləşdiyinizi hiss edirsinizsə, əgər xeyr demək, məsələn, dediyim kimi, bunu dəfələrlə demişəm ki, xeyr deməyi öyrənmək və ya da dəstək axtarmaq, dostlar və yaxud da ailə və yaxud da ki, psixoloqla danışmaq, məsələn, real münasibətlərdə olan nümunələrdən başqa nə deyə bilərəm? Müştəri manipulyativ atasının təsirindən illərlə çıxmamışdı. Biz ona sadəcə kiçik addımlarla mən öz hisslərimi qoruyuram, mən bu qərarı özüm verirəm, mən özümü azad etməyə başladım kimi ifadələrlə bu təsirdən çıxmağa çalışan xəstəm də olub.
Və praktik üsullar, bununla bağlı praktik üsullar var ki, tövsiyələr, hansı ki, qazlaytinq ilə mübarizədə məsələn istifadə oluna bilər. Hər hansı bir hadisəni yazın, faktları yığın, empatiya və sərhəd qarışdırmayın burada. Mən səni anlamağa çalışıram, amma mənim hüquqlarım da var və qarşı tərəfin sizə etdiyi qazlaytinqi anlamaq ki, bu reallığı əks etdirir, yoxsa o çaşdırmağa çalışır sizi. Və bununla da özünüzə daha vəziyyəti real anlamağa çalışın ki, nə baş verir. Belə, əgər siz münasibətlərdə manipulyasiya hiss edirsinizsə, unutmayın ki, bunu tanımaq artıq, yəni bunu hiss etmək belə ilk addımdır. Yəni ki, artıq demək ki, ayılma baş verib, anlayırsınız və vəziyyətdən çıxa bilərsiniz. Sizi dəyərsiz hiss etdirən, susturmağa çalışan, hansı bir insanın sizin haqqınızda qərar verməsi, bunlar hamısı bunun parçalarıdır. Əgər duyğularınızı, həyatınızı təsir edirsə, siz yəni buna müdaxilə etməyə və buna münasibət bildirməyə haqqınız varmı? Var. Belə.